Hər vaxtınız xeyir əziz Footcast TV izləyiciləri. Bu gün Footcast TV-nin efirində İngiltərə Premyer Liqasının icmalına həsr olunmuş podkastla qarşınızdayıq. Bu gün ənənəvi olaraq Rafael və ilk dəfə olaraq qonağımız Dadaşdır. Dadaş xoş gördük, xoş gəlmisən. Çox sağ olun dəvət edən. Xoş gəlmisən Dadaş. 17-ci turdan sonra İngiltərə Premyer Liqasına Arsenal başçılıq edir. 39 xalla, 37 xalla Manchester City və mövsümə pis başlayan Aston Villa 36 xalla 3-cü pillədədir. Çox maraqlı oyunlar oldu. Bu gün də sizlərlə bir yerdə İngiltərə Premyer Liqasının son turunda baş tutmuş oyunlar haqqında bir icmal olacaq, qısa toxunacaq. Belə istəyirəm başlayım Tottenham Liverpool oyunundan. Tottenham Liverpool oyunu çox yaxşı bir oyun getdi. Tottenham sanki qırmızı vərəqi aldıqdan sonra ayıldı 2-0-dan sonra. Hətta ikinci qırmızıdan sonra belə Liverpoola qol vura bilərdi, ancaq bu qismət olmadı Tottenhamlilərə. Məğlub oldular öz meydanlarında 1-2. Buyur elə Dadaş, səndən başlayaq. Oyuna baxmısan yəqin ki. Baxdım əlbəttə ki, Liverpool çox yaxşı başlamışdı əslində oyuna. Yəni son neçə oyunda ümumiyyətlə oyuna yaxşı başlayır. Ümumiyyətlə Tottenhamla oyun Liverpool üçün həmişə biraz Çətin olur əlbəttə ki. çətin olur, amma yəni təxmini 15-16 oyunu demək olar ki, məğlubiyyət yoxdur Tottenhamə. Çətin olsa da Bol qollu oyunlar bol keçirmişə. qollu həmişə olur onsuz da. Tottenham həm vurmağı bacaran komandadır, həm buraxmağı bacaran komandadır. Düzdür, Simons biraz oyunun Səncə Dadaş, yəni orada haqlı idi qırmızı vərəqə verilməsi. Son zamanlar çoxalıb bu futbolda, yəni ayağa basmalara görə hakim sarı vərəqə verir və VAR çağırır. Ən böyük məsələ. Var da qırmızıya gedir. Bəli, böyük VAR-a çağırır. Varsan Villarreal oyununda da. 100%. Yəni vara gedən hakim 90% onsa qırmızı verəcək. Son zamanlar yadıma gəlmir ki, fikrindən penala baxmağa gəlirsə sarıda 90% penal verəcək. Amma yəni məncə təmiz qırmızı kart idi. Yəni çünki futbolda bu düzdür, son zamanlar hakimlər elə səhvlər eləyir ki, ümumiyyətlə VAR elə səhvlər eləyir ki, mən heç hakimləri indi başqa oyunda var, yəqin ki danışacağıq oyun haqqında da. Yəni VAR çox biabır səhvlər eləyir. Yəni biabır səhvlər eləyir. Hətta mən bunu həmişə sizə demişəm ki, yəni mən 20 il özümü inandıram ki, oyun alqısı, satqısı yoxdur, amma yəni bu dözülməz bir şeydir. Yəni hakim bəlkə səhv eləyə bilər. Hakim oyun gedişatında görməyə bilər, yan xətt hakimi görməyə bilər. VAR da səhv eləyir. Və yaxud da hakim VAR-a gedir, onunla belə səhv qərar verir. Amma yəni o epizod qırmızı idi. Düzdür, çox hallarda indi Liverpool fanatı kimi demirəm. Liverpoola yəni qarşı həmişə Tottenham Liverpool oyunu yadımızdadır ki, ötən mövsüm səhv etmirəmsə əvvəl ilk oyunlarından biri idi. Orada Liverpoolu belə deyə hakim doğramışdı Tottenham'ın oyunda. Liverpool 2 qırmızı kart almış. Hətta 9 nəfərlə 90 plus 17-ci dəqiqəyəcən 1-1 aparmışdı. Səhv eləmirəmsə 2-1 qurtardı və son anda Matip idi ya Konate idi, avtogol müəllif olmuşdu. Hətta Liverpoolun həmin mövsüm hələ Kloppun baş məşqçiliyi altındaydı. Həmin mövsüm ilk məğlubiyyəti idi, səhv etmirəmsə. Amma Tottenham da yaxşı başlamışdı. Postecoglou'nun ilk mövsümü xatırlayırsan, yəni ilk 6-7 oyun qələbə ilə gedirdi. Amma o qırmızı kartdı. Yəni Simons'un epizodu qırmızı kartdı. Çünki yəni Van Dijk'ın corabı belə cırıldı. Yəni butçunun altı ilə bastı. Düz istəmədən elədi. Özü milli komandada kapitanıdır. Bəli. Milli komandanın kəsməsələr yaxşıdır. Yox, kəsməz, yəni üzrxahlıq ya. İshak da zədələndi bu arada. Qolu vurdu, zədələndi. Kaş vurmazdı. 4 aylıq. Yəni Liverpool'a düşmədi bu futbolçu. Məncə onun zədələnməyi daha yaxşı oldu. Arne Slot üçün. Liverpool üçün yox, Arne Slot üçün. Yəni qarşıda bu qədər oyunlar var, Çempionlar Liqası. İki zədələnsə nə olacaq? Bu ayrı bir sual, amma bilsən mən bir tərəf hansı pəncərədən baxıram? İshak gəldi, hazır gəlmədi komandaya. Adam yəni yay sezonuna hazırlaşmamışdı, məşq eləməmişdi. Demək olar ki, formsuz gəldi, formda yığa bilmirdi heç cürə. Newcastle qarşısına düşdü sanki. Hə, orada azarkeşlərin də lənət ola bilər. Lakin mən əsas ona nəyə baxıram? Yay hazırlığın keçmədi, məşqlərə qoşulmadı. Hazırlıqsız gəldi Liverpoola. Heç cürə də öz formunu toparlaya bilmədi və o boyda gözləntinin altında heç cür nəticə verə bilmirdi və Arne Slot da məcbur idi onu oynatmağa. Çünki bu boyda pul verilib, Premyer Liqanın ən yaxşı hücumçularından biridir. Haalanddan sonra ən yaxşı hücumçusu budur. Yəni rəhbərliyin təzyiqi, azarkeşlərin təzyiqi o heç cürə Ekitike onun əsl istədiyi oyunçudur, amma İshakına məcbur idi oynatmağa. İshakın belə zədələnməyi
deyək ən azı 2 ay yox olmayacaq. 3-4 ay. 3-4 ay. Hə, hələ sezonu Bərpa bağladı. müddəti. Sezonu Yəni bağladı. dedilər ayağında Hələ qırıq var. qayıtsa hələ bu form təzədən yığma, bu sezon getdi. 100%. Bu sezon getdi. Onsuz da getmişdi. Belə Arne vaxtı Slot üçün artıq rahatdır ki, qardaş yoxdur mənim heyətimdə. İstədiyim oyun nədir? Virts ətrafında Ekitike, Virts Etikiten ikisi bir bəli, ikisi bir yerdə oyun quracaqlar. Bizim oyunumuz ondan gedəcək. Və vəsyo. Bu indi bir də Salah problemi vardı. O da Salah da indi göndərərlər. Arne Slotun baş ağrısı qalmayacaq. Oyunçusu qalmır axı, baş ağrı. Yox, ona Yəni lazım əslində deyil. sistemi Ona lazım deyil o Slot sistemdə. onsuz da öz O beynində lazım var. deyil. Çünki İshak Ekitiken verdiyi geriyə qayıdıb oyun qurmada iştirak eləmə, pasta, Ekitike daha universal hücumçudur, nəinki məsələn İshak. İshak daha çox bitiricidir, Haaland tiplidir, amma Ekitike geriyə qayıdıb Harry Kane tipajlı bir hücumçudur da belə verməyə götürəndə. də xoşdur. Bəli, bəli. Kane'in bu ilki. Bəli, belə versiyası. deyək də, biraz daha universal hücumçudur və Slotun topu daim özündə saxlamaq futbolunda və görürük ki, Slot artıq cınaq hücumçularını istifadə eləmir. Sobozla, McAllister, Wirtz, irəli üçlü odur, bir dənə hücumçu Ekitike. İləridəki dördlü hamısı topu ayağında saxlamağı sevən, oyun qurmağı bacaran oyunçulardır. Wingerləri yoxdur, qapqonu kəsir, Salah yoxdur. Yəni heç kim istifadə eləmir, Chiesa'nı istifadə eləmir. Deməli bu adamın beynində artıq başqa bir oyun var. Amma oyunçu ehtiyatı da azalır. Əlbəttə ki, İshak nə Azalsın qədər də ya. mövsümə pis başlasa, İshakın səviyyəsində- hal-hazırda yox idi da, nə ət idi, nə balıq, Yəni bir xeyri yox idi axı İshakın Liverpool. adamı ən yandıran tərəfi odur ki, yəni bu Ekitiken başına gəlsəydi, yəni sən Almaniyadan gəlmisən, özü dəfələrlə görmüşdü, yəni Almaniya Gəlib Bundesliqasında heç nə eləyə bilmədi. gələn oyunçular yaxşı Nə ilə təsir yadda bağışlamır da, yəni ilk 1 ildə, 2 ildə, bəlkə sonra biraz düzəlirlər. Amma İshakı biz, yəni futbola baxmayan adam bu il gözünü açıb futbola baxsa, İshaka niyə 150 milyon veriblər? 150 milyon. Yəni İshak 2-3 il yəni Newcastle-da ümumiyyətlə Premyer Liqa təsir eləmir. Ya Haaland olmasa İshak hər il, Haalandla Salah olmasa İshak hər il bambaşqa. Atletico Madridin Joao Felix başına necə oyun gətirmişdisə, eyni sanki Liverpoolun Amma bir başına oyunçunun da bu gəlir. qədər düşməyi biraz bu qəribədir. Bu məncə onun yayda məşq eləməməyinə bağlayıram. Niyə görə? Hazırlıqsız Təzyiqi də götürə bilmir bir həm qədər. təzyiqdən də əlavə buna 100% ki Newcastle azarkeşləri təhdidlər, mesajlar, təhqirlər istəsəmə insan dəmirdən deyil də, Təsir psixoloji edir, olaraq da 100%. çox böyük təsir eləyir. Yəni bu hər yerdə biz görmürük axı, biz uzaqdayıq, biz bilmirik ki, onun evin qarşısına gəlib nələr yazmışlar divarların önünə. Yəni bu adam o qədər psixoloji olaraq nə durumdadır, biz onu da bilmirik. Yığma da bərbad gündədir. Yığmada da bir adam tutunacaq dal tapa bilmir. Oynaya bilmirlər, bəli. Məncə onun bu zədələnməyi onu gedib rahatca özünü toparlamağı, Bəlkə də. psixoloji olaraq da, fiziki olaraq daha yaxşı olacaq. Yaya hazır gələcək, yayda məşqin eləyəcək, növbəti sezona tam hazır oturacaq. Bu həm Arne Slot üçün yaxşı, həm də İshak üçün yaxşıdır. Nə qədər paradoks kimi səslənsə də. Bu qələbə artıq Liverpoolu 5-ci pilləyə qaldırdı. Bəli, özü arda-arda da qələbə qazanırlar. Və Tottenham yaxşı başlamışdı. Yenə də əslində. Liverpool yaxşılaşıb, Arne Slotun yaxşı iş görməyə başlayıb elə demək çox tez. Amma çox epizodlar verir Dadaş qapısında. Yəni Tottenham Uzaq yaxşı Liverpool- başlamışdı. Birinci hissə bitdikdən sonra, ikinci hissədə Liverpool 2 top vurandan sonra artıq hər kəs oyunun qopduğunu Bəli, 3-0, düşünmək 4-0 istəyir ki, eləyəcəklər. Richarlison və Romero'nun demək Və olar ki, bu Liverpoola il düşmən kimi davranırlar. Ümumiyyətlə bu mövsüm, yəni Liverpoolun ən pis tərəfi də budur. Yəni Liverpool həmişə 70-dən yəni sonra elə bir dırnaq arası söndürürlər. doldurur. Lap 3-dən sonra, 4-dən sonra bəlkə bir dənə buraxır. Və yaxud da ki, Kloppun son mövsüm xatırlayır. Başlayan kimi buraxırdı hər oyun. Amma sonra 3 dənə, 4 dənə vururdu. Yəni elə bir rahatsızlıq yaratmışdı bizə. Sadəcə bu mövsüm indi son 5-6 oyunda qol vurmağı, tez qol vurmağı bacarır. Lap birinci, ikinci oyunlardan fərqli olaraq da yəni. Amma sanki bir qol buraxan kimi artıq komanda dağılır. çox da və Dağılır, bəli. sən indi Tottenham səfərində Konsentrasiyasını itirirlər. Tottenham səfərindəsən, Tottenham stadionudur, azarkeşlər falan hər şey. Yəni olsa 10 nəfərdir Tottenham. Hətta Romero qırmızı kart aldı. Ona toxunacağam. Aha. mən Yəni, də. ondan Romero sonra qırmızı yenə belə. kart aldı onunla belə. Yəni o Tottenham'ı itəcək sən yoxdur. Deyir bir dənə qapıçı var. Newcastle-la 8 oyun. oyunçu bizim 8 dənə oyunçu ümumi qapıçını da saysa Liverpoolda 11 oyunçuya qarşı hücum edirdilər və Liverpool son saniyələrdə hətta qol da buraxa bilərdi. Çox maraqlı bir məqam var ki, olmasaydı. bəli, Bəli, Van Dijk bəli. olmasaydı Van Dijk bütün hava toplarını götürdü. Hətta belə bir statistika var, bu Premyer Liqada 88 hava topu götürən, ən çox hava topu götürən. yəni Van Dijk deyir ki, mövsümündə Van demək Dijk olar Allah ki, bizə çox görməsin. yaxşı formada deyil də, yaşı da Daş artır şimdi biraz. Ancaq maraqlıdır ki, yəni Arne Slot nə düşünür? Yəni Tottenham fərz eləyək ki, 11 nəfərlə olsaydı, həmin hücum
çox baskıdan qol buraxacaqdı Liverpool böyük ehtimalla. 8 nəfərlə belə deyim də, məsəl üçün Arne Slotu indi çox adam, yəni izləyir də, yəni hətta Liverpool azarkeşlər belə Azərbaycan daxil, yəni hamı pisləyir, getməyi istəyir. Mən buna qarşıyam ilk növbədə. Yəni yenə deyim, Arne Slotu sevmirəm. Yəni Arne Slotdan ötürü ölmürəm. Və ya komandanın baş məşqçisidir. O demək deyil, yəni yox, yaxşıdır, qalsın. Sadəcə mən ümumiyyətlə o sistemi sevmirəm. 2-3 oyun uduzan kimi baş məşqçi getməlidir. Yəni mənasız bir şeydir. Çox mənasız bir şeydir. Yəni bunu Leeds-də fark üçün də eləyirdilər. Leeds son neçə oyunudur. Yəni Emery 3 məğlubiyyət, bir sezona başa göndərirlər. Orxan ucu göndərmişdi Emery, Niyazıza gəlirdi yəni. Hə, əlbəttə. Amma Emery son neçə oyunda gör nələr. 10 oyunda qalib gəlir. Bütün həmin oyuna da toxunacaq, bəli. Yəni hə, əlbəttə ki. Yəni demək istəyirəm o ki, mənim slot bəlkə ucu nəyisə düzəltməyə çalışır. Düzdür, Virtsi 10 nömrə kimi almışdı, winger kimi. Qardaş, bəs Frimpong haqqında nə demək istəyərdin? Frimpong, yəni nə olur da bu futbolçuya? Bu cür fiziki güclü Leverkusendən gələn bir cinah müdafiəçisi Ard-arda zədələr olur. Frimpong, yəni onsuz biz bunu belə şeylər çox görmüşük. Yəni temp söhbəti var. Yəni İngiltərə Premier Liqanın tempi ilə Bundesliga olsun, nə bilim Fransa Liqa 1 olsun, yəni çox fərqlidir. Yəni yəni Virtsin özü də, yəni Virts 2-3 ildir hamıya gözəl futbol göstərir, amma Premier Liqada. Amma Virtslə Frimpongun fizik quruluşuna baxanda Frimpongun daha belə deyək ki, Bayer Leverkusendə ancaq dadaş, yəni irəli gedirdi, geri qayıdırdı. Yəni orada da demək olmaz ki, yerində stabil oynayırdı. Belə deyim də, müdafiəçi kimi onsuz da sıfırdır Frimpong. Yəni hücumda, qollarda, yəni Grimaldo'nun ikisi belə az qala 10 qol, 10 assistlə oynayır hər il. Frimpongun məncə fizikası, yəni fiziki quruluşu plus hələ İngiltərə tempinə məncə o deyil tam. Məncə Dumfries alsaydılar daha yaxşı effekt verirdi. Misal çəkirəm, o da Hollanddır, bu da Hollanddır. İndi əslən Hollanda olmasalar da. Yəni çox fərqlidir. Yəni Frimpongda olan yalnız sürətdir. Düzdür, biraz hücum aspektində güclüdür də, oyunçu yəni hücumda. Ondan da əlavə, yəni bu hücum aspektini Bundesliga-da rahat göstərirdisə, çünki Bundesliga açıq futbol oynanılır. Bu o demək deyilsən ki, məsələn Trent İngiltərədən getdi, Real Madriddə demək olar ki, göz aça bilmir. Eden Hazardın gününə düşdü ya. Trent də zədələnir. Yəni bir assist verdi. Trent tamam başqa istoriyadır. Yəni Trentdə tamam başqa bir şeydir. Trent də oynayır da bu Premier Liqada, amma Trent bunun içinə doğulub. Burada böyük plus Trendin futbol IQ-su daha yaxşı, yüksəkdir yəni. Trent yəni bütün mövqeyini bir Frimpongda yox, başını salır aşağı qaçır. Bəs niyə slot gətirdi sənin fikrincə? Qışda bir də transferlər gözlənilir. Burada biraz slotun yerli-pərəstliyidir. Yox, yerli-pərəstliyi də var. Yəni necə ki Gakpo'ya dirənib bu oyun. Düzdür, mən Gakpo yaxşı oyunçudur. Gakpo Liverpool üçün yaxşı işlər görüb. Amma görürsən ki, alınmır, hələ də ona dirənirsən. Yəni son oyunlarda dirənmir də. Dirənmir. Əslində Gakpo indi biraz zədəsi də var. Bəli, o heç amma inandırım sən zədəsi olmasa bəlkə yenə də yenə qaytaracaq. Yenə oynadı. İlk növbədə yəni neçə ildir Leverkusendən yaxşı işlər gördü Frimpong, ona görə alındı. İkinci növbədə Hollanddır. Ümumiyyətlə Hollandların bu xəstəliyidir də, yəni. Bir dənə sözünü qurmaq istəyir. Bir dənə şey də deyim ki, məncə tək ondan da əlavə sağ cinah müdafiəçiləri hal-hazırda dünyada çox azdır. Yəni müdafiə tərəfi belə baxırıq ki, yoxdur. Yəni yox səviyyəsindədir. Həqiqətən fikir versən City-də Mateus Nunes oynadır. Adam o da müdafiə baxımından yəni çox səviyyəlidir. Yəni baxırsan ki, Real Madriddə ümumiyyətlə yoxdur. Bir çoxu Manchester United-də ayrı bir problem, City-də ayrı bir problem. Bir dənə Arsenalda dünyanın ən yaxşı sağ müdafiəçisi var, Timber. Yəni o da mərkəzdən sağa. Hal-hazırda ondan yaxşısı yoxdur da stabil oyununa görə. Mən stabilliyinə görə deyirəm. Yəni Dumfries mən ən bəyəndiyim sağlardan biridir, amma mən bilirəm ki, o 3-4-3 taktikasına Latari kimi oynayır da, müdafiəçi oynamır. Kanat belə deyək, türklər kanat hücumçusu deyir də məsələn. Elə bir formada oynayır. O müdafiədə tək qalanda nə göstərəcəyini də bilmir. Əslində Frimpong da eyni şey oynayırlar. Yəni ona görə onlar müdafiə aspektində çox zəif qalırlar. Adam onu şübhəli. Yəni sırf müdafiənin sağında kimi desən ki, yaxşı futbol oynayır, mənim ağlıma bir də Timber gəlir. Yəni başqa top klublarda bir dənə yoxdur sağ cinah müdafiəçisi. Sən deyirsən ki, qardaş, bu çox yaxşıdır. Biraz da Hakimini deyə. Hakimi o ayrı. Amma Hakimi əslində
Hakimin müdafiəsi də yaxşıdır da. Düzdür, hakim də Müdafiəsi deməzmi? Hücum sən Fransada elə bir oynayır, komandada Fransada oynayır oynayır. ki, sən onu görə bilmirsən də. Yəni Real Madrid onu əlindən Əslində müdafiədə hakimin üst üzərinə çox yaxşı düşünür. Hə də, yəni o komanda komanda şəklində yaxşı adam oynayır. görə bilmirsən. Arsenal məsələn müdafiə olunur, Arsenal rəqibə top verir deyə hücuma gəlirlər və görsən ki, Timberin gördüyü iş meydanda yəni çox böyükdür sağ cinahda. Həmin ona uyğun mən gördüyüm Liverpoolun trendidir. Yəni bu prime vaxtında Bəli. trendin müdafiə aspektində zəif olsa da, amma adam bir Kimmich, kimi oynayır. yəni Kimmichlə Trent eyni tipaj, eyni aspektdə futbol oynayırlar. İkisi də müdafiənin sağından dayaq yarım müdafiəsinə gələn adamlardır. Kimmich də öz cinahının ən yaxşılarından biridir. Amma Sadəcə o müdafiə qədər tərəfindən Kimmich ağıllı idi yaxşı. ki, Guardiola ona dayaq oyun qurmağa yönləndirdi. Eyni şey də Trentdə də. Zaten biz keçən il Dadaşla da söhbət edəndə həmişə dedim ki, Trendi yarım müdafiədə istifadə etməlidir ki, Sonra, onun müdafiə bəli. aspektini bağlasın. Liverpool haqqında məncə kifayətdir. Bəli, Keçən il Bir növbəti də amma Buyur Dadaş. son söz demək istəyirəm Arne Slot haqqında. Arne Slotun hər şeyini başa düşərəm. Bir dənə bu əvəz etmələrini qətiyyən başa düşmürəm. Yəni elə Frimponga qayda misal çəkirəm də. Yəni Zoboslay bezdi də onun əlindən, hər yerdə oynayır. Yəni sənin artıq vardı oyunçusun. Yəni Frimpong indi deməli güvənmir Sağa- Dadaş. güvənməməkdən Güvənmir. Bu əlavə, qədər sadədir. ən azından Tottenham oyunda Tottenham artıq 10 nəfərdir. Sən Tottenhamı udursan ki. Yəni bunu sal oynasın da. Bu var da, yəni. Olmayan yerdən başa Amma nə düşürəm. olsun? Yəni klub yadıza Girdi gəlir. nə oldu? Okey, ondan da razıyam. Bəlkə onu da baş məşqçi bilirmiş deyə ona riski atmaq istəmədi də, Sobozlay çəkdi. Amma oyunun gedişatına çox təsir. Yəni razıyam. Zoboslay olsun, Curtis John olsun, Bir yəni dənə keçid şey sağa deyim ki, gəlir ortaya. Arne keçid sağa Slotun gəlir məsələn biz qınayırıq da, amma nəticə baxımından adam o pis periodu atdı da artıq üstündən. Külləri atdı Atana üstündən. oxşayır. Demək olar ki, artıq ard-arda Amma- qalib gəlirlər. Düzdür, çətinliklə qalib gəlirlər Ziya. Rafael, Lakin göstərir də bu. görsən ki, adam nəyisə dəyişməyə çalışır, Mövsümə necə komandanı başlamışdı? dəyişir. Liverpool yaxşı möhtəşəm. başlamışdı, Altıda ancaq son sıfırdan saniyə qolları. Əslində Bəli. o da yaxşı bir Newcastle-la şey da. değildi. O Göstərir Axırı ki, qırıldı. növbəti o gələn necə Katastrofanın şeyidi, Hə, öncüsü idi ki, göstərici, yəni biz gəlirik, bizim axırımız yaxşı Fırtına deyil. qabaq səs Fırtına gəlir. hə, o onu göstərdi. Amma indi bir şeyə də baxırıq ki, adam komandanı dəyişib, artıq Wirtz mərkəzli bir sistem qurur. Bəli, bir Salahdan ətrafında artıq keçdi. Dedi ki, qardaş, Salah mənli Salah həm idi. də- Salahla Wirtz eyni yerdə. İndi görsən ki, Wirtz soldadır, Wirtz sağdadır, Wirtz 10 nömrə kimi oynayır, Wirtz 8 nömrə kimi oynayır. Sobozlay gedir qabağa, McAllister gedir 10 nömrə. Yəni artıq bu öndə olan Wirtz, McAllister, Sobozlay, Gravenberglə o biri kim idi? Curtis Jones. Curtis Jones. Bu adamlar, bu 5 oyunçu. Əksəriyyətlə bilirsən ki, hamısı 10 nömrə. Tottenhamın oyunu yaxşı keçirmədi. Yox, keçirməkdən getmir. Amma bu Bunlar dəqiqə hamısı mərkəz oyunçulardır. yarım müdafiəçilərdir. Yəni bunlar heç biri cinah oyunçusu deyil. Əslinə götürəndə də bu adamlar bütün tarixi mərkəzdə keçirir. Və bu oyunçular sağ winger kimi oynayıb onu demə. Amma əsasən işi gördüyü iş keçən Zobozların gördüyü iş nə idi? Komandanın beyni o idi. Yəni bu adamlar əsasən işi oyun qurmaqdadır və bu adamlar yerlərin o qədər tez dəyişirlər ki və bəzən başa düşmürsən ki, McAllister 10 nömrə oynayır, yoxsa 6 nömrə oynayır, yoxsa 8 nömrədə oynayır, yoxsa cinaha keçir. Yəni komanda çox daha əsnək oldular da. Yəni tez dəyişirlər. Məncə bu cəhətdən daha yaxşıdır. Arne Slot nəyisə dəyişməyə çalışır və göstərirdi onu ki, mən artıq cinah hücumçularından əl çəkmişəm, mən başqa bir şey oynatmağa çalışıram. Əslində baxanda Liverpoolun nə hücumçusu var, nə cinah hücumçuları var. Salahtsız oyun. Salahtsız oyun budur. öyrəşməlidirlər. Sırf Öyrəşdirəcək mənim fikrimcə. Əslində Salahın da Biraz Afkona bacaracaq. getməyə də yaxşı Bəli, oldu. biraz, bir də qış fasiləsi ona biraz 10 günlük kömək olar yəqin ki. Bəli, yəni qış fasiləsində Boxing Day-dən sonra. Yanvarın 3-dən sonra səhv etmirəmsə, 10 gün- yanvarın 17-sidir. 2 həftəlik 2 həftəlik istirahətləri var. olacaq. Bəlkə orada artıq Maraqlıdır ki, Aston Villa ardıcıl bütün 10-cu turnirlərdə 10-cu qələbəsini qazandı. 11 və oyuna desə 10 qələbədə, bir də Liverpool Bəli, bəli. məğlubiyyəti var. Elə ən son məğlub olduğu komandada bütün turnirlər daxil Liverpoola 2-0 məğlub olmuşlar və Manchester United üzərində gözlənilən idi ki, Unitedin heyətində Afrika Millətlər Kubokuna gedən oyunçular, ümumi də ki, belə deyək, ab-hava o deyil. hava o Stabil kal, deyil. qeyri-stabil olan komanda. Aston Villa Rahatlıqla qalib son 2 oyunda 4 qol vuran Morgan Rodgers'ın qolları ilə Manchester United-i məğlub etdi. Qollar da nə qollar. Yəni İkisi də Rafael nə eyni. demək istəyirsən? Bir Manchester United hazır ki, olaraq onu deyə bilərək. Liderdən daha hazırda 3 xal geri qalırlar. Bəli. Orxan məsələn Unai Emery üçün artıq yazmışdı, göndərirdilər, qəbul etmədi prezident. Bəli, Orxan ərizəsini qəbul eləməyib. Amma ki, yox. Orxan kim? Orxana da buradan salam. Salamlar Orxan. Fenerbahçe azarkeşlər. Orxan
Fənər azərkeşlərinə xüsusi salamlarımız var. Deməli, Manchester United-in qeyri-stabil olmağı bu Aston Villa-nın işinə əsasən yaradı. Aston Villa qələbə qazanmağı bacarır. Unai Emery böyük oyunları çox yaxşı oynayır. Yəni adamlar mən düzü təkrara gedir amma hədə yəni fərqi yoxdur. Arsenalla oyunda top Arsenalda idi. Arsenal oynayırdı, Aston Villa gol vururdu. Bu qədər sadə. Və dirəndi 95-də o qolu vurdular. Yəni o həngamənin ortasında, yəni hardansa topu çıxardılar. Qardaş bacarır Emery. Oyunu böyük oyunların adam bacarır da. Bu adamı öldür. Bu adam çox güclü baş məşqçi olmasa da güclü baş məşqçidir. Top klublarda işləmək səviyyəsi yoxdur. Bunu dəfələrlə bizə sübut elədi. Amma məsələn keçən il PSG-ni məğlub edirdi. Donnarumma elə bir top çıxartdı ki, PSG gəldi Çempionlar Liqasının qalibi oldu. Yəni bir qol da vursa keçirdilər. Yox, Tillemansın kəllə ilə vurduğu top var ki, Donnarumma ilə seyv elədi ki, həmin oyunda ikinci hissədə yalan olmasın bir qapıya 10 dənə dəqiq zərbələr var ki, Donnarumma nələr çıxartdı. Yəni Makinin qolu var bəli, orada. Yəni belə baxırsan ki, Aston Villa həqiqətən çox yaxşı oynayır. 2 mövsümdə adamlar çox gözəl futbol oynayırlar. Çempionlar Liqasında startı yaxşı vermədilər. Ancaq bu mövsüm biraz pis başladılar, amma təzədən toparlandılar. Yəni komanda keçən harda qalmışsa oradan davam edir. Arsenal bir ara demək olar ki, çox fərq açmışdı. İkinci, üçüncü yerdə olan klublarla. O City-nin problemi. Bəli, artıq City demək olar ki, gəlib çatıb. Aston Villa-da 3 xal fərqi var liderlə. Dadaş nə fikirləşirsən? Məncə Aston Villa qalacaq bu üçüncü yerdə. Yox, olmaz. Niyə olmur? Gücü çatmayacaq. Heyət çatmayacaq axı. Kimə? Bəlkə qışda yaxşı transferlər edir. İnanmıram Aston Villa yaxşı. Arsenal kimi eləməsə bəlkə olar. Yəni Arsenal heyəti çox geniş. Aston Villa çempionluğu onsuz da oynanmır. Aston Villa üçün əsas məsələ Çempionlar Liqasına qalmaq zonasına düşsün. Niyə də yox çempionluq? Yox, niyə də yox? Təbii ki, əlbəttə ki, ola bilər və İngiltərədə bura, yəni biz hər şeyi görə bilərik. 2 turdan sonra artıq demək olar ki, çempionatın yarısı 19 oyun başa çatır. Və 19 oyuna da hər bir şey ola bilər. Hətta lider kimi də başa vura bilər Aston Villa. Ya Aston Villa özü Afrikaya gedən oyunçusu yoxdur məndə. Onana var da. Onanla Belçika aldı. Belçikadan dedi oradan. O bir Onana'nı da çağırmayıblar. Doğru. Onana Eto konkret Abubakar çağırmaq ki, bunun qol rekordunu keçməsin. Onana'nın da şəxsi münasibəti. O xəbərin oldu da necə oldu? Deməli Eto baş məşqçini qovub. Baş məşqçi deyib ki, mən də çıxıram. Nəsə oxumuşdum amma xatırlaya bilmirəm. Deməli Eto baş məşqçini qovub. Baş məşqçi deyib ki, mən Abubakarla Onana çağırıram. Siyahı verib. Eto deyib ki, sən bu oyunçuları çağırmayasan. Baş məşqçilə mübahisələr olub. Eto baş məşqçini qovub. Baş məşqçilə tanıdığım. İdman naziri baş məşqçini tutub. Eto yadıma düşdü. Kamerun Futbol Federasiyasının başında Eto'dur. 10 milyon. Eto deyib ki, mən nə deyirəm? Odur. Yəni çox belə maraqlı bir düz o Aston Villa şey tərəfini bilmirdim. Abubakar tərəfini adam bilmirdim. Abubakarı ona görə çağırdım. Bilirdim ki, amma nəsə problemləri var. Yox, Abubakar Aston Villa'dan keçdi Abubakar. Aston Villa'dan qaldıqda isə məncə çempionlar 3-4-ü olacaq rahat. Çünki Chelsea, aşağıdakı Crystal Palace, Newcastle, Manchester United, Liverpool qeyri-stabildirlər. İnanmıram Liverpool topar. Liverpool ilk 4-dəyə məncə girəcək. Yəni yəqin ki 4-lükdə tamamlayar. 5-də də ola bilər, amma Liverpool gedəcək ora. Çünki Liverpool keçənki elə bir City-dir. O çətin dönəmi keçirtdi. Sönür yanır. Sönür. Bir 5 oyun yaxşı oynayacaq, 3 oyun pis oynayacaq. Yəni 5 oyun yaxşı oynayacaq, 2 oyun pis oynayacaq. Yəni Liverpool belə qeyri-stabil gedəcək. Liverpool Brighton'un oynayan oyununda elə bir qısa onu deyim ki, yəni Brighton'un qol vurmamasına səbəb bir qədər öz qeyri-dəyiklikləri, biraz da futbol bəxti Liverpoola çox kömək elədi. Məsələn, orada çoxlu zərbə endirmişlər. Maraqlı bir xəbər də var idi ki, Ruben Amorim Afrika Millətlər Kubokuna gedən oyunçulara görə, məncə güya taktika dəyişəcək. Dördlü müdafiəyə keçmək istəyir. 4-3-3-ə keçir bə. Əslində biz bu oyunda gözləyirdik, amma Wolves'in oyunda deyib ki, Wolves'in oyunda olacaq o taktiki gediş. O da bir dənə tapıb avam. Yox, bir saniyə orada yoxlamağa görə. Gələn də. Yəni başqa variant yoxdur. Gəlib həmin oyunda da Wolverhampton utsa nə olacaq? İlk qələbə. İlk qələbəsində gəlib Manchester. Olar, inanırsan Manchester başlayan bir şey olmayan şeylər. Azqal Arsenalda xala bilər. Alır da son dəqiqə sonra olmasaydı. Maraqlıdır ki, Rafael bir United azarkeşi olaraq səncə Amorim dördlü müdafiəyə keçməlidir yoxsa yox? Və yəni vasal burada da hansı müdafiəçi Ziya? Ona artıq özü fikirləşməlidir. Ziya yox,
biz danışırıq, amma yetimin əlində sağ cinah müdafiəçisi yoxdur. Solda bir dənə Ziya katastrofa var. Amarimin 3-5-2-sinə biraz bizə. Yox. Bilirəm, o deyir Ümumi 3-5-2 işləməyəcək. Sportingdən gələndə. Ha qardaş, onun 3-5-2-si işləyəcək orada da. O qalacaq 3 işləyəcək. Mən sənə deyim, 3-4-3-dür, onda 3-5-2 deyil. 3-4-3-4. 3-4-3-dür və o 3-4-3-lə də o adam 3-4-2-1. uğur qazanacaq. Lakin o halda ki, adam sağ cinağa, lateral mövqeyindən normal oyunçu alacaq. Adam müdafiənin mərkəzinə bir dənə Onun normal qarşısını oyunçu kəsən nə alacaq. idi yay transferində? Klubun büdcəsi Klub Manchester Liverpool Brian qədər Mbeumo- varlı deyil. Yox, klub Brian Əslində büdcə Mbeumo'ya deyil, pul sadəcə verdi. biraz- Kunya'ya pul Hücumu verdi. aldılar da ilk öncə. Birinci hücum, sonra arxadan fikirləşdilər. Əsas problem Manchester'in idi gol vura bilməmək. Gol vurmaq problemini həll etdilər. Prosta bir dənə də problem qalıb buraxmaq. İndi praqmatik etmək lazımdır. İngiltərə komandalarını bu bildiyin qəribə. Yəni Liverpool da mütləq şəkildə Müdafiəçi lazımdır, amma hücumçu almır. Mövsüm Dirəndə başlayanda biz baxırdıq ki, West Ham üçlü müdafiəni oynayırdı. Bəli. 3-4-3, 3-5-2-yə Graham keçirdilər. Potter. Gördülər ki, yox, Graham Potter gördü, yox, bacarmıram. Klubu gələn Qrahaçı darmadağın nəyə idi. bacar. Dərhal keçirdi dördlü müdafiəyə və dördlü müdafiəyə keçəndən sonra hətta evdə Bir oyun tutdular. 3-0. Newcastle məğlub Yadımdadır. etmişdilər. Yəni bir oyun tutmuşlar. Ancaq nəsə dəyişdi. Məncə Amorim də artıq başa Özü də düşür işte ki, geri bir disvit. Amorim artıq başa düşür ki, üçlü alınmı? Bəlkə bəhanə gətir millətlər kubokunu mən dördlü müdafiəyə keçim. Ola bilər. Bu dəqiqə onsuzlar. Amma belə baxanda pis də deyil ha Manchester vəziyyəti. Yəni Əslində Aston Villa dördüncü yerdə, oynamadı. dördüncü yerdəki komandanın 3 xal arasında fərq var. Belə baxsan ki Manchester Pis nəyə belə deyilir? yox. Sən Yox, saldın bilsən nəyə məsələn. görə deyirəm? Yəni vəziyyət o qədər də katastrof vəziyyətdə deyil də. Yəni biz Çempionlar Liqinə gedə bilərik. Avropa Liqasına gedə bilərik. Yəni çox da arxada deyilik, yəni çox da qabaqda deyilik. Yəni biz ortada fırlanırıq, amma nəyə fırlandıq özümüz də bilmirik. Amorim indi Amma gəldi. bundan sonra Manchester Amorim Ya mən keçən səndən il razıyam. gəldi. Amma Manchester'in heyətində nə mərkəzdə müdafiəçi var, nə yarım müdafiənin sağında oyunçusu var, nə müdafiənin mərkəzində oyunçu. Düşün ki, Manchester müdafiəsinin mərkəzində Luke Shaw oynayır. Luke Shaw nə gəzir də hələ də Yəni bu Manchesterdə. adam niyə hələ də Manchester Ümumiyyətlə United-dədir? Premier Liqada nə gəzir? Demək Yəni? istədiyim bu deyil ki. Mən demək istədiyim odur ki, yayda sənin təxminən 60 gün, 70 gün transferin açığı idi. Ha qardaş. Və sən Brian Mbeumo Kunyanın yerinə fərz eləyək ki, Mbeumo'nu alıb Kunyanı saxlayırdın. Onun qiymətinə 2 dənə müdafiəçi ala bilərdin. Mən sənin Euroya o dediyinə qədər pul razıyam. verməzdilər. Mən Euro yəni- sənin dediyinə razıyam Ziya. Bu Lakin artıq bizim bilmədiyimiz işlərdir. klub yəni. biz onun üçün bilmirik. Yəqin ki, bunlar da onu düşünürlər, amma Sam Ratcliffe-dir da o şeyin Manchester'in 25%-ni alan futboldan indi deyək də cavabdehliyi daşıyan adam. Düşün ki, o adam o qədər ekonom eləmək istədi ki, yəni keçmiş futbolçulara, Manchester'in futbolçularına, hansı ki Manchester oynamış adamlara aylıq pul ödənilir. Ümumi oyunçuların maaşından tutulan vergilərdən bir hissəsi keçmiş Manchesterli futbolçulara ödəniş olaraq gedir ki, adamlar yəni Hətta Ferguson'a da ayrılan pul Bəli, kəsirlər. pensiya kimi belə deyək. Hə yox, gedir indi yoxsa Bəli, kəsdikləri onu kəsdi. Hər şey kəsdi. kəsdi. Yəni onu kəsdi. Sonra Xadimə maaşını o kəsib xadimələrin maaşını kəsdi. Sonra o işçilər, Manchester işçiləri mətbəxdə yemək yerdilər. Onu kəsdi. Bundan sonra Yeməyi yeməyi verir. evdən Evdən gətirib gətir, yeyə bəli. bilərlər. Evdən Bundan sonra gətirib evdən yeyə bilərlər. Yəni havaya yemək verilir də işçilər onu da vermədi. Nə qədər işçini çıxartdı. Yəni bu adam çox dəhşət adamdır. Gary Neville də ona qəşəng o sualı düz üzünə vermişdi. Ona intervyu götürmüşdü. Mən baxmamısınız? Gary Neville o sualı verir ki, deyir axı siz hansısa oyunçuya 20 milyon maaş verirsiniz, amma ayda 1 milyonu deyir bu biri bütün keçmiş Manchester United oyunçularına hansı ki bunların ehtiyacı var. O vaxtda bu qədər yüksək maaş almırdı futbolçular ki özlərinə gələcək qursunlar. Onların o pulun kəsirsiniz. Siz nə qədər burada düz danışır, düz hərəkət edirsiniz və ya işçilərin yeməyini kəsmək və. Yəni Hə, heç kimdə yox. Redcliffe qayıt ki, hə düz deyirsiniz. Bu barədə mən fikirləşərəm, bunu düzəltmək lazımdır. Yəni başda bu adam biraz başqa cür adamdır. Bu biznesmendir, yəni aynı şirkətdir də. Yaxşı, belə bir şey. O biraz katastrofadır. Kobe Mainonu demək olar ki, artıq heyətə gedirlər, salmır və Çox Amarimlə nəsə problem var. potensiallı bir futbolçudur. Problemi varsa bunu transferə çıxarsınlar da, artıq indidən Satacaqlar bəyan da. eləsinlər ki, bu futbolçu satdığıdır. Yəni kifayət İstəyən qədər də çoxdur. yaxşı elçiləri olacaq Mainonun. Var 100%. Amma Yəni keçən vaxt Ugarte'dən bu qədər pisdir səncə? Yox, Keçən vaxt- Səndən soruşaq. yox. Ugarte nə Ugarte'dən gündə? pisdir Mainon. Meyno. Yox. Yəni Düzdür, biraz bəlkə çox- Müdafiə təcrübəsi, aspektində yaşı, hə, amma təbii hücumda ki, amma yəni Meyno oynadığı oyunlarda çox yəni Tural keçən bir yaxşı söz idi qrupda. Yəni bir də Ulduz itirdi. ulduz yox, yəni potensial
gələcək Ulduz yaxşı itirdi, oyuncudur bəli. yəni. Garnacho getdi, Greenwood getmişdi. Garnacho Qardan çox katastrof. amma yenə də Greenwood nə bilim sanki özü də yəni çox yaxşı oyunçudur əslində. Yəni bu Amma öz Manchester potensiallarını göstərə bilməyən oyunçudur. Yəni Greenwood'un problemi bilirim. O Manchester heç vaxt göndərməzdi. Sadəcə o sevgilisi ilə olan problemi ona görə getdi. Manchesterdə durulan məncə Manchesterin o qədər də Manchesterdə məncə lənət var. Ya Fergusondan oradan nəsə. pisdir. Yəni o qədər pis deyil vəziyyətinlə pisin arasında. Ötən mövsüm düzdür. Tottenham'da 6-6 tamamlamışdılar. Bəli. Ötən mövsümdən daha yaxşıdır. Komanda artıq Çempionlar Liqinə daha yaxındır. Sən 200 milyon transfer pul Və xərcləmirsən. Ziya mən də onu deyirəm də, heç olmasa bilsən Amorimi mən qınamıram. Mən Amorimin qalmağını istəyirəm Ziya. Mən qalmaq. Çünki mən istəyirəm ki, heç olmasa qalsın. bir dənə sistem qurulsun. Görək qardaş bu işləyəcək. Hər 2 ildən bir verilməlidir, baş vaxt məçi gətirib dəyişməklə iş düzəlmir axı. Heç olmasa buna imkan verin. Bunun istədiyi 11 dənə oyunçunu alın. Arteta necə 6 ildir qalıb klubda? Nə olsun Arteta da kubok qazanmayıb da. Den Hag Artetadan çox kubok qazanıb. Yəni başa amma Ten Hagın baş məçi olmağı harda səhvdir mənə görə. Çünki Arteta sübut elədi ki, ötən mövsüm, ondan qabaqki mövsüm çempion olmağa yaxın idi, 8 xala əritdilər. Göstərir də Manchester United ona göstərmir axı. Ya bilirəm, mən səninlə razıyam, amma Arsenalın Artetaya yaratdığı o imkan var. Bütün köhnə ulduzları çıxartdı heyətdən, atdılar çölə. Aubameyang, Lacazette, Mesut hamısını göndərdilər. Komanda təmizlədi cavan oyunçularla. Manchester onu eləmir. Kim qalıb? Shaw qalıb, Maguire qalıb. Kim qalmayıb ki? Shaw, Maguire. Kim qalmayıb? Sayda. Kim qalmayıb da? 3 dənə təzə oyunçu gəlibdi. Hamısı keçənki oyunçulardır da. Shaw, Maguire, sonra köhnə, lap köhnə dediyin. Bruno. Bruno yəni ki, inanmıram ki. Casemiro'du, Ugarte, kim bunlar Dalot kimə da, lazımdır? amma Dalot oynamır da. Dalot. Yəni oynayan oyunçulardan sayırsan bu dəqiqə ki, hansı ki də orada Manchester. Bunlar Manchester heç bir layiqli oyunçular deyil. Bruno neynəsin? Ziya, bax mən sənə Bruno deyim, Manchester ən böyük problemi elə Bruno məncə heyətdə olmalıdır. Getməli idi. O adamı satmalıdılar. Onun yerinə heç olmasa. Hətta düşünmürdüm mən nə vaxt bunu deyirəm. Salah necə getməli idisə Bruno onu saxlayan kim oldu? Amorim. Bilsən niyə görə saxladı? Çünki bildi ki, onun yerinə o doldura bilməyəcək. Əslində Amorimi qınamaq olmur ya bu momentdə. Yəni çünki onu da göndərsə deyəcəklər ki, Bruno niyə göndərdi? Başda söhbət o qədərdir, o bıçaq elə dirənib ki, yuxarı tüpürür bığdı, aşağı tüpürür saqqalda, heç nə eləyə bilmirsən. Və qalırsan məcbur belə deyək də bala-bala nəsə eləməyə ortaya çıxartmağa. Məncə Amorimə mütləq şəkildə vaxt verirəm. Vaxtdan da ona təmiz hakimiyyət vermək lazımdır klubun içində ki, bütün oyunçular bilməlidir ki, çox vaxt verilir. Məncə az qaldı zaman. Ziya, mənim üçün gələn mövsümdə bonuslu verilməlidir. O adam gələn mövsüm nəticə verməsə mən sənin dediyindən, amma bu mövsüm heç bir turnirdə yoxsan. Tək demək olar ki, İngiltərə xaricində Avrokuboklarda yoxsansa, sənə yaxşı 200 milyona kimi transferlə pul ayırır. Qardaş, transferlər bilinir ki, baş məşqçilər çox eləmir də, açıq-aydın görünür. Guardioladan başqa məncə Amorim Şeşkonu istəmirdi. Mən inanmıram. Şeşko Şeşkonu istəmirdi. Şeşko sən nə temadır biraz Arsenal gökürə saldı. Bunlar da Şeşko. İsa Ekitike nə bilim Newcastle bahalı. Voltemade aldı. Dedi biz də almalıyıq mütləq şəkildə. Onda dadaş ad verməlidir. Məsələn deməlidir ki, mənim üçün get Voltemade gətir. Gökereşi gətir. Gökereşi istədi də gətirə bilmədi. Arsenala getdi. Gətirsəydi Məncə daha yaxşı olardı. Şeşkodan daha yaxşı olacaqdı. Plus Gökereş. Mən də Şeşkodan daha yaxşı. Onun oyun sisteminə daha yaxşıdır. Onun o sistemdə Arsenalda yəni Arsenal belə qapalı belə total futbol oynadığına görə rəqib komanda həmişə qapalı şəraitdə olur. Gökereş də qapalı zonada o heç vaxt oynaya bilmir. Amma Manchester vertikal futbol oynadığına görə sürətli keçidlərini arxaya yatlı, gözlü rəqib üstünə gəlsən, arxada boş olanda Gökereş də Amorimlə Sportingdə də elə oynamışdı. City-ni 5-2 məğlub edəndə necə oynamışdılar ki, oturmuşlar əks hücumda tutub 3-4 pasa keçib City müdafiəsinin arxasına keçmişlər. Və belə futbolda Gökereş daha yaxşı iş görərdi. Sadəcə gəlmədi yəni Arsenalın hansı oyunçusunun retki görərsiniz də bunu bəlkə. Yəni qapıçı ilə təkbətə çıxdığını görmüsünüz? Yox, mümkün deyil. Çünki Çünki Arsenal o qədər rəqibi sıxır ki, arxaya. Tamam başqa fərqli futbol oyundur. Hə də yəni o futbola Gökereş yaramır. Ora Kai Havertz lazımdır. Ora Harry Kane lazımdır Arsenala. Amma Manchesterda bu çox olur. Yəni Şeşko çıxır təkbətə ilə, bilim, ön boyma çıxır, Kunya çıxır, hər başqa oyunçular çıxır. Yəni Fulhamla oyunda Kunya 2 dəfə 10 da elə tutub 9-un həmişə vurur. Vururdu, bəli. Bu arada keçən növbəti oyunumuza bir Chelsea Newcastle maraqlı bəli oyun var idi ki, 2 fərqli hissə. Newcastle, Chelsea
Oyundan öncə Chelsea-nin heyətinə baxdım. Demək olar ki, Chelsea-nin ən optimal heyəti idi Newcastle Bəli. qarşısında. Sözün düzü inanmırdım bu Palmerə görə suallar. deyirsən? Palmer olsun, Caicedo qırmızı vərəqəsini artıq bitirib gəlmişdi. Rhys James, Malo Gusto-nu artıq Rhys James-in mövqeyinə, Rhys James-i dayaqda oynadır. Bəli. Bir qədər Garnacho da sürətli reydlərinə güvəndim. Neto Garnacho. Dirəndi Fikirləşdim ki, Garnacho-nu oyatdı da axıra. Axıra kimi oynatdı. Amma Yo, əslində Neto oyunçu da- öldürəcəkdi o əslində Garnacho-nu oyunçu da paslar yox idi. atmadığına görə. Biraz amma mən Və- nəsə başqa bir şey eləyərdim. Oyuna şəxsən. Newcastle daha yaxşı başladı. Birinci hissəni 2-0 hesabı ilə qalib başa vurdu. Oyun 2-2 bitdi. Ancaq oyunda belə deyək də hər iki tərəf üçün qırıla bilən bir oyun Momentlər idi. oldu, bəli. Dadaş səndən başlayaq. Bu oyunda demək olar ki, hər şey gördük. Verilməyən qırmızılar, qollar. Söz səmridir. Mən nə yazmışdım? Yəni Newcastle çox bizim də nədir? Axmaq komandadır da, yəni bildiyində. Newcastle oyunu Bilinməyən verdi, komandadır. Yəni Newcastle əli ilə verdi oyunu. Yəni dedim ki, Newcastle belə oynasa, yəni rahat şəkildə. Yəni hətta Chelsea bəlkə 3-cünü də vura bilərdi. Düzdür. Harvey Barnes hədiyyə verdi Chelsea-yə məncə. Yəni oyunun Voltemedin sonlarında. özünün də bir epizodu var idi. Bəli, bəli. İkinci qola oxşar bir epizodu var. Bəli, Yəni bəli. tək bir də o da ayaq nə boydadır, uzadır. Sonra Gordonun bir epizodu var idi. Qapıçı. Gordon'da episod var. Barnes 2 də episod verdi. Elanga sonda gəldi, çəkdi. Bəli, onu Hətta deyirəm. Barnes deyəsən gəlmişdi, Bilsən, özü vurdu. Newcastle-da bilsən nə çatışmır? Mən Newcastle-ın oyunlarına çox baxıram da, yəni Premier Liqada çalışdıqca. Hov çox bəyənirəm Eddie Howe. Sadəcə Eddie Howe ən yaxşı ingilis baş məşqçisi. Bəli, məncə də Olmayan yerdən də Bournemouthdan yəni. gələndən bəri o adam yəni çox stabil nəticələr verir. Eddie Howe-da qınamıram. Onun çünki komandası elə bir ki, hələ yetişməyib. O uşaqlar olar. Hələ bilsən biraz vaxt lazımdır. Müdafiənin cənahında Maile oynayırdı 19 yaşlı. Yəni, bilsən adıca özün götür. Voltemade təzədir, həm də cavandır. Elanga düzdür, Premier Liqa bütün karyerası Premier Liqadadır, amma o top oyunçumumu sualı xeyir. Ondan Solda Gordon potensialı çox Ondan yüksəkdir, Elanga, hə. amma qeyri-stabil oyunçudur. əsas oyunçu ilə bilmir. Arxada Tonali problemlərlə boğuşan bir adamdır, amma oyunçu olaraq möhtəşəm yarım müdafiəçidir. Bruno Guimaraes-dir, çox, yəni Newcastle ən yaxşı oyunçusu odur. Pikindədir özü. Hə, özü yəni ən stabil hələ oyunçu bir dənə odur. Yəni baxırsan ki, Botman olsun, mən nə bilim Liverpool oynayır müdafiənin solunda. Yəni Livramento olsun, kim olsun, baxırsan Trippier məsələn olmur deyə Denver'ın deyirsən ki, yox idi deyə oynadı. Hə, yəni Amma biraz baxırsan ki, rotasiya eləyən bir komandanın çox potensialı yüksək olan oyunçuları var. Lakin bu oyunçular bilsəncə hələ tam hər dəfə eyni tempdə, biraz aşağı, azca da, yəni bir dənə görsən ki, çox möhtəşəm oyunlar, bir də görsən ümumiyyətlə yoxdur. Chelsea-də nə çatmır? Elə Chelsea-də eyni şeydir. Bax iki komanda ikisi də eynidir. İkisi Yaxşı potensiallı stabil oyunçular var, komandadır. amma qeyri-stabildilər. Məsələn, Chelsea-nin Bu biz Çempionlar qeyri-stabillik Liqasında oyun yoxu oyun içində. Barcelona ilə oyununu gördük ki, Bəli, Barcelona məhv meydandan eləmişdi. sildi, 6 qol vurdular, Tamamilə. 3 sayıldı. Ancaq necə oyun oynadılar? Yəni Yəni gol vurdu. 6 qol oldu, 6 3 gol sayıldı vurmuşlar, offside-dan. düzdür. Barcelona məncə fiziki də çatdıra bilmədi Chelsea. Mümkün deyil. Chelsea fiziki çatdırmaq qeyri-mümkündür. Biraz da Sadəcə Chelsea Qarabağ oyunçuları çatdıra o qədər qeyri-stabildilər ki, o qədər ki, bunların oyunun içində görürsən ki, oyunun içində qırılır komanda. Biri var, bir oyunu yaxşı oynayıb, sonra növbəti oynayıb oynayasan. Bunlar oyunun müəyyən kəsimini çox yaxşı oynayırlar. O biri kəsimdə komanda yoxdur. Arsenal'la 10 nəfərlə çox yaxşı oynadılar. Manchesterdən- Liverpoolu məğlub etdikləri oyunda Manchesterdən 10 yaxşı nəfərlə. oynadılar. Yəni bu komanda sanki zəif bəzi klublardan oyunları alınmır. Bu da komandanın təcrübəsiz cavan oyunçulardan məncə ibarət olmağına görədir. Komanda fokuslana bilmir tam olaraq. Plus komandada ağsaqqal yoxdur. Hə, lider yoxdur. Yəni O məşqdə vaxt onsuz da slotdan 5 betər nə motivatordur, nə bir şeydir də, yəni heç nə. Taktik dandı. Səncə Amma məsələn ciddi. elə bir heyətdə məncə bir 30-31 yaşlı Bəli. playmaker ehtiyacı Yüz var. var. Bəlkə də 32 yaşlı ki, idarə etsin oyunçuları. Sən ora getmə, bura. Məsələn get, Bruno arxaya çəkil. Chelsea'də olsaydı məncə daha yaxşı effekt verərdi. Cole Maresca Palmerin də sistemində ötən nə? mövsümkədə kimi, yəni yaxşı oynamaması təsir edir. Məncə o elə bir deyim var, bir mövsümlük oyunçular. Cole Palmer mən inanmıram Bir bundan mövsümü sonra. deyil, sadəcə Deyil belə məncə. ümumiyyətlə Chelsea-də belə bir şey var ki, üzərində Potensialı- baskı yoxdur komandanın. Bəli, Biz ona görə çempion rahatdırlar. olmalıyıq, biz falan şey eləməliyik, Çox biz rahatdırlar. Chelsea, bizim 2 qat Çempionlar Liqası Qalibi, o yox, bu yox. Yəni Chelsea-də bu yoxdur deyə biraz rahatlıq Drogba, var. Lampard, Terry Onunla kimi belə adam gəlir, lazımdır ora. nə bilim, konferansutdur, getdi, Dünya Klublar klubları arası dünya. hə, Dünya çempionatının Bəli. qalibi World oldu. Cup-uddur.
nəsə utdu əslində. Yəni Yox, adamlar PSG-ni sildilər meydançadan. amma Çox pis sildilər. Çox, yəni heç gözlənilməyən bir biraz şeydir. müəmmalı oyundur. Mən heç İndi müəmmalı olacaq, olmayacaq bu ayrı Açılmayan şeydir. sirlərdən Enzo biri. Marescanın yəni çox güclü taktik olduğunu biz bilirik. Lakin ən böyük problemi qeyri-stabildir. Komandada baxırsan ki, Joao Pedro bəzi oyunlar elə oynayır deyirsən, bu necə oyuncudur qardaş? Klublar arası dünya Bəzi çempionatında. hər çıxdı oyunda gol vururdu. Sonra bəzən baxsan ki, bu nə oyuncudur deyirsən. Yəni bu adam belədir, yəni ziqzaqın ziqzaqıdır. Yəni bir burdadır, bir dibdədir. Delap mənə Chelsea heyətində biraz çatmır. Delap əvəzləyici hücumçu üçün daha yaxşıdır. Mark Gu da çatmır. O heç o biraz o da ayrı bir görməmiş şey. idi. Yəni hamını almalıdır axı. Yəni, o da. Hamını O Chelsea alırlar. heyəti 50 də oyunçusu var da. Strasbourg'un Strasbourg'da yarısı yaxşı Chelsea. oyunla yadda qalan bir komandadan danışmaq istəyərdik. Vaxtımız az qalır. Leeds-dən danışmaq istəyərdim və Bəli. Dominic Calvert-Lewin ardıcıl səhv etmirəmsə 5 oyunda gol vurur. Deyəsən hə 5. Özü də inanmır buna. 2 oyuna Everton heyətində demək olar itib batmışdı. Bir müddət O zədədən sonra ulduzu yıxıldı. parladı, daha Çox sonra qəribə hücumçudur. itib batdı və ardıcıl son 2 oyunda 3 golla yadda qalıb. Belə fantasy heyətimdə də var idi, ancaq free hit etdiyimə görə 2 golun Boşa getdi. boşa getdi. Nə demək istəyirəm dadaş? Leeds doğrudan kimlə öz meydanında oynayırsa hamıya Öz qol meydanda çox yaxşı oynayır. Yəni elə proqrama başlamamışdan qabaq orada misal çəkdim. Farken də göndərmək. Farket Hə. düz demirəm. Bəli. Farq yox. Onu da göndərmək istədilər də, yəni. Hə, əlbəttə ki, yazırlar ki, getməli. 6-7 oyundan qabaq göndərmək. City ilə oyundan öncə yazılır ki, gedəcək Amma məbə sən falan. nə satmır da, yəni elə şeylərdə və sən Leeds-sən də, yəni sən böyük komanda deyilsən də. Göndərib kimi gətirəsən. Hə də Yəni yəni. biraz bu komanda, yəni bu adamın təcrübəsi Bəlkə Bielsa təzən qaytarmaq istəyirlər. Norwich-lə falan. Yaxşı Bielsa oynayır hara amma. qayıdır? Da Bielsa Daniel bura gedə Farke bilmir. çox yaxşı bir heyət yaradı və Crystal Palace-ın qapısına Döyüşkən komanda. 4 top vurmaq Hələ Kristalın qapısına vurursan, nə Crystalın 4 qapısına vurdu. Və imkan da vermədilər ha oynamağa. Calvert-Lewin mən yəni bəyənmirəm. Yəni siz də bəyənmirsiniz bilirəm, amma yəni O vaxtı biraz da Manchester bəxtə United qabana toplar düşür. Elə qollar Amma vurdu. Yəni Brentfordla qollara oyunda vurduğu gol baş zərbəsi möhtəşəm Gözəl. idi dadaş. Baxırıncı Bəxtə oyunda, bəxtə baxırıncı idi. oyunda bir kəllə ilə qol vurdu. Hə, hər oyun demək olar. Vurur da. Demək olar standart vəziyyətlərdən vurdular. 4 golun ikisini ya 3-ün standart. standart ştrafnoy vurdu o heyət axırıncı qolu. Orada da vara getdilər, baxdılar, penalti Bəli. vermiş, ştraf verdi falan. Yəni ümumiyyətlə komanda şəklində yaxşı. Elə Staxın özü ilə Ampadu, Okafor biraz xotlandı elə. Ha, Okafor sizə yaxşıdır, gələndə düzə düzəldi. komanda zəif idi. Amma Leeds yaxşıdır. Bir dənə City-dən sən danışaq. City-dən də danışarıq. Nəyə danışırsınız? Bir maraqlı məqama toxunmaq istəyərdim. Çempionatda outsiderin biri artıq championship yolu görünüb mənim fikrimcə. Artıq qapıyı açıb 2 ayağını. Artıq yəni 2 xaldan geri dönüş oldu. Yaxşı, Çox- gəlin çox bu verilişdə pis şey, liqanın yarısına gəlib çıxmışıq da. Onu Derbinin soruşacağam. rekordu Hansı 11 xallıq. Aa, Ən az xal yığan Salam Yox, Aleyküm. məncə 2 qaldı da. 2 xal xalı var. məncə çox yığacaq. Deyəsən yığa. Orada Rekord qırılmaq üçündür da. problemlər var. Orada çox böyük heyətində problemlər və var. Wolverhampton hal-hazırda bütün oyunçuları demək olar ki, satdıq Satdığa qoyub. vəziyyətindədir. Agbadonun özü olsun getmək istəyir artıq. Biraz komandada özü oynamır. Yəni son oyunda Strand Larsen'in vurduğu penal gördünüz yəni. Düzü Keller yaxşı qapçıdır penallarda. Keçmişdə. Amma çox belə də dedi ki, ora vururam. Tullan onu tutdu. Yəni çox yavaş-yavaş gəldi, vurdu. O da rahat şəkildə durub sevinib eləmədi qapçı. Danış maraqlıdır ki, Wolverhampton artıq məncə düşəcəyini demək olar. Digər O bir özdə namizəd, demirlər. digər bir namizəd Burnley və West Ham arasında maraqlıdır ki, West Ham düşməsə Düşməz, kim düşməz. düşəcək? West Ham düşməz. Amma West Ham-dan 16-cı 17-də West Ham səhv etmirəmsə. Bəli, 18-ci yerdə də 13 xalla, 17-ci Nottingham Forest 18 xalla. Nottingham düşmür. Fərq var yəni. Şanday. Düzdür, hələ Nottingham növbəti tur City City-ni udacaq. Burada deyirəm inşallah sonra mənim demədiniz deməyərsiniz. City-ni məğlub edəcək. yəni City necə Yox, mən öz fikrimi bildirirəm. Mən West Ham-i heç Sənin sevimli baş məçində Şonda Ayçda nə West Ham-i istəyirsən? heç istəmirəm getsin liqadan. Çünki West Ham liqanın Göz bəbəklərindən biri. doğrudan elədi də. Yəni bir hamının simpatiya duyduğu komandalardan biridir falan. Burnley Bəlkə də yenə də- getsə yaxşı Burnley olar. düşəcək Gedib orada səncə? çempionlar qayıdıb. Burnley düşsün də. Burnley mən vəbşi sevmirəm o komandanı. Niyə Burnley-in zaten işi odur da. Onlar lift Nədən? komandasıdır. O Onlar pul düşüb qazanır, qalxır. düşüb qalxır. 200 milyon hər düşüb qalxanda pul Maraqlıdır qazanır. ki, Rafael, Burnley düşəcək baş məçi gedəcək şey Bavariya. West Ham düşməsə, yəni Kim namizədlərə düşəcək? baxırıq.
Hələ Nottingham tezdir. var, bu cür oynayan Leeds var. Hələ tez. Yəni çünki Yəni Nottinghamda düzəldi. Onda West Ham getsin də, West Ham Championship- getsin. Championshipdən qalxan komandalar Sunderland Sunderland düşən də deyil. Düşən deyil. Artıq Sunderland az qala bilər. Çempionlar Liqasına. Yəni ən azından 40 xaldan Avro- 27-sini yığır. kuboklar Yerdə oynayır. qalan oyunlarda 13 xal. 13 xal yığacaq. Sunderland 100%. onsuz da getməyəcək. Mümkün deyil məncə bundan sonra və əla komanda, yəni Lebrus Wolves'dən ümumiyyətlə Burnley işləşməz. 99% aşağıdadılar. Burada artıq sual doğur ki, Shondaiç Nottinghamı amma Nottinghamı saxlamamaq kimi də imkanı yoxdur. Heyət çox güclüdür axı. Yəni West Hamdan daha yaxşı heyətə sahibdir və komanda həqiqətən oynayır Shondaiçdan Nottinghamın sonra. özü Nottinghamın hal-hazırda orada olmağı o sezonun başındakı prezidentin ağılsız hərəkətinə görədir də. Yəni Nuno'nun ara pozub Dünən Fulhamə də məğlub oldular. ola bilər. Fulham öz Shondaiç meydanında. əsasən güclü komandalarla Dünənki yaxşı oyunda mən oynayır. əslində bərabərlik gözləyirdim. O da Raul yəni Jimenez penaltidən penaldan vurdu, amma Nottingham bərabərlik qol tapa bilmədi. Yəni əslində oyun Yəni çox da belə favorit. məntiqli sonla da bitdi sayılır. Çünki Fulham özü də pis oynamır son 1-2 oyunda. Zaten Fulham keçənki heyətin üstünə 1-2 transfer edib. Yəni heç heyət dəyişilməyib. Həmin heyət Biraz Yemək qısa olar biz Kevin City-dən aldılar danışaq. Shakhtardan. City-dən sonra artıq verilişi yekunlaşdıraq. City nə vaxt Bilərik. başlayacaq çöküşə? Gələn tur mən deyirəm. Nə çöküş. Gələn tur oynayır. Bəs də mən çox qalib gəldi arda-arda. Məncə Yəni, biraz aşağı Nottingham getsin. səncə yəni məğlub edə bilər. Hə, Shondaiç eləyər. Shondaiç nə desin gözləmək olar. O adam yadına gəlir, səndə mərci Evdədir, girmişdi, sən- saxladı Evertonu. City evdədir. Özü son turda. Yəni o adamdır da, həmin adamdır. City Yəni ona evdədir görə- səfərdə. Səfərdə Nottinghamın Biraz evindədir. çətindir. Hə, məncə Shondaiçlə Amma City bilsən dəstə- necə olacaq? Oturacaq müdafiəyə. City gələcək, bu da gözləyəcək. Əks hücumda tutacaq, bir dənə, 2 dənə vurub söhbətdə bağlayacaq. orada. Nottinghamın bu il bilirsiz nə indi bətti gətirdən sonra Gibbs White satmadı. Hə, Gibbs White. Gibbs White. Gibbs Çox White yaxşı. 70 milyon öncə Tottenham'daydı. Oturmuşdu o. Bəli, razılaşmışdılar hətta hər şeylə. Sonda kim veto verdi onun transferinə? Onu Bu bilmirəm. prezident Yalan deyəsən deməyim. veto verdi. Mənə Son elə söhbət bir nəsə elə bir şey olmuşdu. Oyunçu razılaşmışdı, menecer razılaşmışdı, klub təklif eləmişdi. Prezident deyəsən son anda veto verdi. Orada biraz problemlər yaranmışdı. Amma yəni ki, bu ildə Manchester City potensial Ya, çempionluq oynayan komandalardan biridir. Rafael olmayacaq Yoxsa desək, ən azından Arsenaldan cəmi 2 xal geridir. Razıyam, amma hal-hazırda. bu Arsenalın son biraz çalxantılı dönəminə gəldi də. Məncə Amma Pep- City məncə çalxantı Pep keçmir. keçdi odur. O dönəmi keçirtdi. Ya məncə Pep yenə başlayacaq bu. Bu arda-arda 3 Pepdə gündən bu bir var, oyunlar biraz olacaq. tutması var. Arda-arda 3 oyunlar keçir. 3 gündən bir oynayacaq. 27-si, 30-u məndən ayın 1-i, Ehtiyat 3-ü. oyunçularda zəif deyil axı. Plus ya. Marquinhos Bir dənə- söhbəti çıxıb, deyəsən Tottenham'a gedir. Yəni mən inanmıram. Marquinhos City gol bu bir həftə ərzində indi bir ayın belə deyək də 27-si də oyun, bir dənə də 4-ü arasında. 7 gündə City bir dənə oyunda udacaq 100%. Mən inanmıram ki, City bu bir həftəni 3 oyunu sürpriz dalbada, yəni nəyə görə deyirəm, komanda neçə oyunda arda-arda qalib gəlir Premyer Liqada? Gəl növbəti oyunlarına Bəli, baxaq. Son 3 Nottingham. oyun deyim sənə. Dekabrın 27-si Nottingham Bəli. səfərinə gedirlər. Yanvarın 2-si Sunderland səfərinə gedirlər. Asan deyil səfər. Və İki də səfər yanvarın çətindir. 4-ü Chelsea ilə öz meydanlarında Bəli, üç oyun, üçü də qarşılaşacaqlar. çətindir. Ya Chelsea öz Sonra meydanı isə- məncə asan oyundur. O iki Chelsea səfərdən asan deyil, elə ən yox, pisi o iki Chelsea-dir. səfərdən məncə Chelsea daha asan. Sonra isə Brighton-u Əsas- qəbul edəcəklər. Məncə bu yanvarın 3 7-si. oyunda ən azı 4 xal itirəcək Chelsea, City. Maraqlıdır. Rafael biz artıq yekunlaşdıraq. Turnir cədvəlini də nəzərinizə Çempionluq çatdırdıq. favoritinizi deyin də sezonun yarısıdır. Bilirik də 200-ü də elə danışırsınız. Yox, o 2 Bütün Kurguz hamı. Amma Arsenal favorit. Siz deyirsiniz, mən Mən demirəm. Arsenal favorit. Necə Arsenal mən düşünürəm. Hal-hazırda yəni 2 komanda Aston Villa istəyərəm. Aston O Villa hə, olmasa maraqlı Arsenal olar olsun. Aston Villa. Amma Aston Villa çempion olub, Arsenal çempion olmasa, Arteta gərək ipi götürə. ümumiyyətlə Emirates-in onsuz da altından Arsenal olmaz. bu il çempion olmasa Arteta Məncə Arteta gedəcək getsin 100%. şeyə. 3 il arda-arda ikinci gəlib. Bu Wengerin də ilk Sən mövsümdə Çempionlar Liqası yoxsa Premier Liqa? Premier Liqa. Çünki 21 ildir Çempionlar Liqasını qazanmayıb bax. Əsas Premier Liqa. olmaz. İngilislər üçün özün də bilirsən ki, Avropa kubokları çox da vacib deyil. Çempionlar Liqası məncə vacibdir. Ya, Arteta ya, Çempionlar ya. Liqin bonus kimi görər. 3 ildir gəlib. İngilis klubların qoy bir qırağa, Azərkeşlərdən sonra. Azərkeşlərin çoxu deyir FA 20 Cup-ı qazanır, mən Çempionlar Liqası. Niyə deyir Çempionlar Ligi? İngilislər biraz başqa cür fikirləşirlər. O vaxt yanına gəldi Manchester bir dəfə Benfica-nın olan qrupda 3-cü yer tutdu, getdi Avroligaya. Orada da kimlə düşmüşdü? Gəldi Ferguson, Atletico Bilbao-la. Fergusondan sual verdilər ki, bəs necə olacaq? Demişlər, nə Avroliqa deyir. Çıxıb Avroliqa, uduzmuşdular. Çempionlar Ad Liqası. nədir? Uduzmuşdular, ondan sonra Bəli. gəlmişlər Premier Liqaya. Biz artıq verilişimizi yekunlaşdırırıq. İngiltərə Premier Liqasının icmalına əsr olunmuş verilişi izlədiniz. Dadaş təşəkkür edirəm Mən sizə gəldiyiniz üçün. təşəkkür Rafael, edirəm, sənə çox sağ təşəkkür olun. edirəm.
Növbəti olun. icmallarda görüşənədək sağ olun, salamat qalın.